atama da yalan danışmışam, anama da danışmışam, bacıma da danışmışam, qardaşıma da danışmışam. Evdə uşaqların anasına da danışmışam, uşağa da danışmışam. Televiziyaya gəlmişəm, orada da yalan danışmışam. Neçə yerlərdə paxıllıq, o da paxıllıq eləmişəm. Hamımızda var, məndə də var, Bəli, səndə də var, bəli, onda da var. bəli, bəli. Kim deyir məndə yoxdur, bunlar... Yalan deyil. Bəli. Bəli. Çox insanlar, mən 100% insandan... Əsl etirafdır bu. Mən 100% insandan adından danışmıram. Bəli. 50% hər kim çatanlarda. Çıxan deyir, mən yalanı xoşlamıram. Elə bir adam var ki, desin ki, mən yalanı xoşlayıram. Bəli, mən danışmışam, dəfələrlə yalan danışmışam. Dəfələrlə burada üzünə gülmüşəm, burada qeybətini eləmişəm. Olub, orada qeybətini eləmişəm, burada üzünə gülmüşəm. Belə şeylər əvvəllər olub. Bəli. Bunu dilə getirmək hər adamın işi deyil. Hər adamın işidir. Hər adamın, əlbəttə Hələ günah siz var. bununla da möhrünüzü vurdunuz, doğrudan da. Çünki heç kim anadan hamı doğulur. Amma həyat insanı elə bir rollara, hamımızda bu var. Amma kimi duxu çatır deyir, kimi duxu çatır demir. Bax, sizdə bunu mən gördüm.